Salam dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Dəyərli izləyicilərimiz, Xırdalandayıq. Prospekt yola yaxın bir məsafədə ev istəyənlər buyurub zəng edə bilərlər. Geniş bir şəkildə həyətyanı sahəsi var. İstəsəz istəyə uyğun olaraq gördüyünüz bu qapını açıb həyətinə də maşın salmaq mümkündür dəyərli izləyicilərimiz. Evimiz 3 otaqlıdır. Yormayacağım sizi, qiymət 55.000 manat təşkil edir. Texnikoma Xırdalanda, humanitar texnikoma çox yaxın bir ərazidə, yolun qırağında qiymət 55.000 manat təşkil edir. Damı paket, şiferdi, qazı suyu işığı çəkilib hazır bir vəziyyətdədir. Evin yan tərəfinə buradan keçid etmək mümkündür. Ara məsafəsi saxlanılıb. İllərin köhnə tikili evidir dəyərli izləyicilərimiz. Bismillah eləyib evin içinə giriş edirik. Koridor sistemi var, istəyə uyğun olaraq burada mətbəx sahəsi yaratmaq mümkündür. Ayrı-ayrılıqda hamam tualet sahəsi var. Hamamı ilə sizləri tanış edirəm dəyərli izləyicilərimiz. Hamamı bütün aksesuarlar quraşdırılıb hazır bir vəziyyətdədir. Burada isə sanitar qovşaq yerləşir, tualet sahəsi. Keçək evin içi ilə də tanış olaq dəyərli izləyicilərimiz. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Ev əşyasız olaraq satılır. Qonaq otağı ilə tanış oluruq dəyərli izləyicilərimiz. Gördüyünüz bu komod evin içərisində qalacaq. Bütün əşyalar evin içərisindən götürülür. Mətbəx sahəsidir. Mətbəx mebeli yığılıb. Bahalı bir mətbəx mebeli yığılıb. Mətbəx mebeli də evin içərisində qalır. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Yataq otağı ilə tanış oluruq dəyərli dostlarımız, dəyərli izləyicilərimiz. Gördüyünüz yataq otağında taxt kravatı, termosu və gördüyünüz bu şkaf evin içərisində qalır. Yəni qiymətə daxil olan bunlardır. Mətbəx mebeli, taxt kravatı, termo və gördüyünüz bu paltar şkafı 55.000 manata satışa çıxarılıb. 3 otaqlıdır, yolun qırağındadır, ideal bir yerdə yerləşir. Digər yataq otağı ilə də sizləri tanış eləyirəm. Buyurub zəng edə bilərsiniz. Prospekt yol qırağında ev axtaranlar zəng eləsin, əlaqə saxlasın. 3 otaqlı qiymət 55.000 manat təşkil edir. Gələn videolarda görüşənədək sağ olun.